ABŞ-Çin böhranı xüsusən də Donald Trump dövründə artan ticarət müharibələri ilə qlobal gündəmin ən aktual mövzusuna çevrilib. ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi tariflər və Çinin cavab tədbirləri iki ölkə arasında iqtisadi müharibənin alovlanmasına səbəb olub. Bəs ABŞ-Çin böhranının nəticəsi sonu necə olacaq? Məsələ ilə bağlı News 24-ə danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə Çin və ABŞ-ın qarşılıqlı ticarət dövriyyəsi təxminən 750 milyard dollara yaxındır. Qarşılıqlı ticarət müharibələri təbii ki, hər iki dövlətə ziyan vurur. Sadəcə Trumpın çox yüksək tariflərini tətbiq etməsi Çini müzakirəyə məcbur etmək və dəvət etmək kimi də dəyərləndirmək olar. Mən əminəm ki, uzun müddət qarşılıqlı tariflər bu qədər yüksək səviyyədə qala bilməz. Çünki bu Amerika Birləşmiş Ştatlarında da, Çində də qiymətləri artıra bilər. Çində istehsalı azalda bilər. Çünki Çinin ən çox ixrac etdiyi ölkə Amerika Birləşmiş Ştatlarıdır. İkinci yerdə Avropa Birliyi gəlir. Yəni buna görə də çox güman ki, tariflərin qarşılıqlı güzəştlər çərçivəsində azaldılmasını yaxın zamanlarda görə bilərik. Hətta belə çox məlumatlar da dolaşır ki, artıq danışıqlar başlayıb. Amma söhbət ondan gedir ki, Amerika Birləşmiş Ştatları digər ticarət tərəfdaşları ilə olan ticarət açığını qapatmaq istəyir. Yəni, bir çox ölkələr Amerikaya satdığından daha az mal alırlar. Trumpın dəstəyi budur ki, ən azından Amerika məhsullarına qoyulan bariyerlər aradan qalxsın və Amerika məhsulları da Çin, Avropa Birliyi və digər bazarlarda rahat satıla bilsin. Ona görə də düşünürəm ki, bu tarif müharibələri sonunda müəyyən danışıqlarla yekunlaşacaq.